Bugünkü mövzu bilsiz biraz nəyə oxşayır? Məni həqiqətən də maraqlandırmır ki, evdə ət çəkən maşın əslində necə qurulub. Mən onu heç vaxt açmayacağam, içinə də baxmayacağam. Amma əsas odur ki, onun üzərində düymələr var və mən o düymələrə vurub həmin sözü gedən maşından istifadə edə bilərəm. Bu nəinki ət çəkənə aiddir, kofe maşın və sair və ilaxır. İstənilən texnikanın bizə lazımı qədər düymələri varsa, və ondan istifadə edirik. Amma içində də ibarətdir. Bizə aidiyyəti yoxdur. Amma bu dəfə həmin ət çəkən maşının içini biz yazıb biz qurmalıyıq. Ona görə də həqiqətən də elə etməliyik ki, kimsə içinə baxmasın, heç maraqlanmasın, amma istifadə edə biləcək şəraiti olsun. Kodyaçılar və proqramlaşdırma dünyasına çox yaxın olan və JavaScript-i sevən hər kəsə salamlar. Necəsiniz? Bugünkü mövzu proqramlaşdırma dili nə olursa olsun fərq etmir, OP dünyasında aktual mövzulardan biridir. Söhbət gedir enkapsulyasiya. Mən özüm elə bir şərait quracağam ki, nəyəsə əl çatımlı olaraq şərait quracağam, nəyəsə əksinə bağlayacağam və bunların hamısına biz enkapsulyasiya deyirik. Mən əminəm ki, mənimlə bərabər bu dərsə qədər gəlmisinizsə və həqiqətən də çox yazmısınızsa, sizlər artıq çoxdan bilirsiniz ki, JavaScript dünyası və JavaScript dili digər bildiyiniz bütün dillərdən fərqlidir. Hər bir şeyində fərqlidir və enkapsulyasiya mövzusunda da mən sizə deyərdim ki, hətta PHP, Java və digər C ailəsindən olacaq dillərdən tamamilə fərqlidir. Baxmayaq ki, çox şey oxşardır, amma bir çox şey də tam fərqlidir. Ona görə yaxın durun. Encapsulation in JavaScript getdi. Mən artıq redaktordan və gəlin başlayaq. OP dünyasına artıq ilk birinci addımımızı atmışıq və biz bilirik klass necə yazılır. Amma indi istəyirəm enkapsulyasiyanı həmin bu klass biliyi dünyasında təşkil edim və ilk birinci artıq bilirəmsə ən yaxşı klass yaradım. Və deyim ki, user adında bir klass olsun. Elə onsuz da ən çox da bunu yazmışdıq keçən səfərdə. Və getdi, istəyirəm aydın məsələdir ki, konstruktor yazım və bu nə üçündür mən artıq bilirəm və gəlin ki, user name bir deməli gözləntim olacaq. Bir də ki, password. Belə bir şey niyə də olmasın və password sözünü yazıram və keçid alıram nəyə? Mən istəyirəm mənim username'imi və password'imi burada çox maraqlı formada təşkil edim. Və indidən deyirəm, enkapsulyasiya elə bir şeydir ki, əslində quracağın işləyən bir, deyək ki, mexanizmin içində nəyə istifadəçinin, amma bu zaman mən obyekt deyim məsələn, nəyə obyektin əli çatsın, nəyə çatmasın, o nədir ki, mexanizmin içində qalsın və onun heç nədən ibarət olduğunu görməsinlər və o nədir ki, açıq şəkildə görə bilərlər. Yəni məndən asılıdır. Bir hissəsini gözdən qoruyuram, digər hissəsini isə əksinə istifadəyə hazır verirəm. Və aydın məsələdir ki, ən həssas mövzulardan biri aydın məsələ ki, elə şifrənin özüdür. Sadə, yenə də sadə kodlar yazacaq. Çünki daha praktiki, daha ciddi işləri inşallah mənimlə bərabər praktikada, kursda görəcəksiniz. Amma mən nə edirəm? Mən artıq bilirəm ki, this nədir və buna bir daha qayıtma ehtiyacı yoxdur. Və this username bərabərdir username deyəcəm, bir mənalı olaraq. Və növbəti işim, məsələn ondakı username obyektin gələcəkdəki obyektin, ona görə adı this gedir. Gələcəkdəki obyektin username əli çatacaq. Yəni bunu gizlətmək heç niyyətində deyiləm. Amma şifrə elə bir şeydir ki, onun dəyişilməsi, onun yoxlanılması, onun təyinatı və s. və ilaxır əslində deyək ki, bir bağlı qutuda qalsa yaxşıdır və üstəlik elə o heşləşməlidir və s. və ilaxır. Amma mən hər şey açıq formada elə ki yazıram, ən sadədə və deyirəm, əslində password yazmam bu formada o qədər də düz deyil. O qədər də düz deyil. Yəni, this username bərabərdir username, this password bərabərdir password. Yəni, gəlin birbaşa elə sizlərlə bir obyekt yaradım. Yenə də const deyəcəm, user1 deyəcəm, bərabərdir. Mən artıq new yazdımsa user, bilirəm ki, amma böyük hərflə yazmaqla. Mən user yazdımsa, bilirəm ki, new yazan kimi konstruktor işləyəcək və orada, məsələn, kod yaz ya da qoy sözü gedən username olsun, şifrə də olsun 1122. Məsələn, belə bir şey.
Tamam mı? İndi isə gedirəm console logda sadəcə soruşmaq istəyirəm ki, user 1-in username'i nə idi? Bir onu mənə göstər. Run edirəm və kod yaz alıram. Yəni kod yaz. İndi bu saat nöqtəsiz qoyanda kod yaz gəlir. Tamam, nə maraqlı, nə gözəl. Amma məsələ ondadır ki, mən indi bu saat password da yazsam, yəqin ki gələcəkdir. Amma bu elə bir şeydir ki, əslində hər kəsin əli ona çatmamalıdır. Gəlin bir run edim və 11:22-ni görəcəm. Məsələ ondadır ki, mən ən bəsit, amma yenə də həssas mövzuya toxundum. Ki, obyektin və gəlin məcazən deyim istifadəçinin belə asanlıqla şifrəyə əli çatmamalıdır. Yəni, gəlin deyək ki, burada deməliyəm, məsələn deyim, burada deməliyəm ki, show password bir anlıq. Amma yenə demiş, belə eləmərəm, amma ən azı şifrəni görmək istəyirəmsə, onda qoy bu sözü gedən metod şifrəni mənə göstərsin. Və aydın məsələdir ki, indi bu saat qeyri-adi bir logikaya uyğun olaraq kod yazmayacağım, amma vurğulayıram. Əli birbaşa o müəyyən təyin olunmuş this password xassəsinə əli çatmasın. İstəyirsə şifrəni görmək, qoy lazımı bir düymə olsun. Şifrəni göstər düyməsi. Yəni show password. Və onda mən deyim ki, onda qoy mənə birbaşa qaytarsın this .password. Belə bir şey istəyirəm əslində, amma əlim yenə də burada password-a çatırdı. Public deyir ona, yəni açıqdır. İndi bu saat username və password public. Hər kəsin əli çatan, əl çatımlı bir xassələrdir. Username və password. Amma gəlin artıq mən istəmərəm əslində kimsə password-ı çağırsın və 11:22-ni bu qədər asanlıqla görsün. Amma deyirəm ki, gələcəkdə sanki bir əl çəkinin maşının üzərində düymə var, düzdürmü? Başla tutan düyməsi. Onda mən əslində istəyirəm ki, bir gün kimsə doğrudan da ki, şifrəyə müraciət etmək istəyirsə, gəlin deyək ki, hətta onun heşləşmiş bir formasını göstərməliyəm, amma deyək ki, hələ o deyil. Bir anlıq elə tamını göstərmək istəyirəm. Run eləsəm 11:22, amma show password vasitəsilə gəlir. Amma heç vaxt mən elə etməməliyəm ki, kimsə password yazsın, yenə də əli ona çatsın. Bu olmamalıdır. Deməli, söhbət nədən gedir? JavaScript-də bir razılıq var. Biz ona deyirik convention. Deyirik ki, gəl belə elə, birinci zahiri convention'dan danışım, zahiri razılıqdan danışım. Bütün JavaScript dünyası artıq bilir. Əgər bir hər hansı metod və ya hər hansı bir xassə, property, onun private olaraq tanınmasını istəyirəmsə, sadəcə biz zahiridən hələ danışaq, onda aşağı xəttdən başlaması daha doğrudur. Bütün JavaScript yazanlar bilir, aşağı xəttdən yazmısansa, bu private deməkdir bir mənalı olaraq və ona əlim əslində çatmamalı. Düzdür, indi bu saat user bir password ümumiyyətlə yoxdur, çünki qarşısında aşağı xətt password var. Mənim sualım belədir. Əlim aşağı xətt password-a çatarmı? İlk birinci sual odur. Aşağı xətt password yazım görüm. Yazmamalıyam belə bir şey. Yazmamalıyam. Çöldən aşağı xətt heç nəyi çağırmamalıyam. Razılığımız var axı. Aşağı xəttlə başladı. İstəyir metod, istəyir xassə, property. Biz onu çağırmamalıyıq. Əslində mən sizə klası göstərməsəm, yəni təsəvvür edin ki, bu klas burada yoxdur, düzdürmü? Və ancaq bu var. Yəni siz bilməzsiniz ki, mənim orada xassəmin adı aşağı xəttlə başlayıb adı nədir bilmirsiniz, düzdürmü? Amma show password adında metodu, yəni düyməsi var, onu çağıra bilərsiniz. Nə edirəm? Aşağı xəttdən onu vurğulayıram ki, bax, bu bütün proqramçılar, mənlə bərabər bir şəbəkədə işləyən proqramçılar. Bax, bu əslində razılığa görə deməli sözü gedən private. Yəni bağlı mənim üçün bir xassədir, amma çağıra bilərəmmi? Gəlin bir həqiqətən də yoxlayım və run edim 11:22 gəlir. Çağırıla bilir, amma çağırmaram.
Çünki artıq gördüm, aşağı xətdən başlayırsa, razılıq var. Məsələ ondadır ki, Java dili, PHP dili, C dili, onlarda sən çağırmaq istəsən belə obyektin əgər private etmisənsə, əli çatmaz sözü gedən dəyərə. Yəni çöldən heç cür onun dəyərini göstərə bilməz və yaxud da ki, metoddusa heç cür o metodu çağırıb icraya verə bilməz. Amma JavaScript-də ilk birinci onu göstərmək istəyirəm ki, normalda hamının razılığı, hətta Python dünyasında da belə bir şeylər var. Və deyərdim ki, JavaScript-lə Python daha çox dostdular, nəinki digər dillər. Və burada da JavaScript-də deyir ki, aşağı xətt yazdım mı, nə olur olsun, biz gəlir razılaşaq, onu çöldən çağırmayacaq və içəridə onu private kimi tanıyacaq. Əlim ona çatırmı əslində, yəni onu çağıra bilərəmmi? Bəli. Düz edirəmmi? Xeyr, düz etmirəm. Amma yox, şifrəni görmək istəyirəm. Sadəcə mən show password deyib o şifrəyə baxa bilərəm. Çünki o gedəcək mənim private olan password, this password mənim deməli gizlin olan xassəmin dəyərini göstərəcək. Belə olar. Bunu mən özüm təşkil etdim. Bunu mən özüm yazdım. Yəni gizlin olan şifrəni və yaxud da ki, başqa bir şey işə salsın, göstərsin. Bunu mən yazdım. Açığa yazdım, public olaraq yazdım. Deyim, show password adında bir metod var, düymə var. Haça isə çağırdım. Yəni əl çəkən maşının üzərində düymələrdən biridir. Yəni bunu sənin üçün qoymuşam. Amma xahiş edirəm, əl çəkən maşını söküb içinə baxma ki, bu düymə vuranda nə çağırılır, nə mexanizm işləyir. Buna baxma. Bu onun içinə aiddir. Məhz belə bir razılığı bizdə aşağı xətt təşkil edir. Private məqam, gizli məqam aşağı xətlərlə razılıq əsasında təşkil olunur. Sizlər burada rahat deyə bilərsiniz ki, ayda indi razılıq var, amma əlimlə elə çıxır ki, private dəyərlərə, gizlin olan dəyərlərə mexanizmin içində işləyib çöldən heç cür müəyyən olmayan bir dəyərlə əlim çatacaq, eləmi? Başqa yolu yoxdurmu? Başqa yolu var. JavaScript dünyası müasirləşən bir dildir və o dünyada başqa maraqlı çıxış yolu var ki, hətta artıq convention heç razılığa ehtiyac da yoxdur. Amma normalda biz bilirik, aşağı xətt istəyir metodda olsun, düzdürmü? İstəyir xassədə olsun, əslində razılığa görə private kimi tanınmalıdır və onu heç cür çöldən çağırmamalıyıq. Amma əl çatır da ona. Əl ona çatır. İndi göstərəcəyimdə heç cür çatan deyil və bunu nə edirik? Sən demə, hash işarəsini mən aşağı xəttlə əvəz eləsəm, yəni aşağı xətti hash işarəsini əvəzləsəm, bura bir hash işarəsi qoysam və burada da onu istifadə etsəm və bundan sonra əlim heç vaxt çöldən hash password-a çatmayacaq. Amma bir şey var. İndi bu səfər gəlin belə run eləyim, bir erroru görüm və bundan sonra yadda saxlayayım. Run eləsəm görürəm ki, mənə deyir this hash password istifadə etmişsə, hash işarəsi. Onda deyir ki, sən bunu klassın içində birinci elan et, sonra konstruktorda yararlan və ya da ki, digər metodların içində yararlan, istədiyin dəyəri dəyiş və s. və ilaxır. Amma birinci elan et klassın içində. Çünki mən run edirəm, o tanımır hash password kimdir və aşağıda görürəm ki, mənə deyir, həqiqətən də onu bir elan elə də ki, hər kəs tanısın və nə qalır mənə? Bəli, klassın içində, hətta konstruktordan qabaq hash password deyə bilərəm. Bu zaman artıq hətta yazılarımın altından qırmızı xətt də gedir və belə qoysam undefined olaraq təyin olunur ya da ki, default dəyər də verə bilərəm. Nəinki söhbət passworddan gedir. Bundan sonra gizlin saxlamaq istədiyim istənilən xassələrə mən ya dəyər verərəm ya da ki, heç toxunmaram. Undefined olar və elan olunmuş olar. Ha da öz dəyərinə, ha JavaScript-in özü ona verdiyi undefined dəyərlə. Amma nə gözəl, error yoxdur. Run eləsəm, çöldə dayanan icazəli, yəni show password public və əl çatandır. Necə ki, username əl çatandır, show password da əl çatandır və ondan yararlana bilər. Mən dedim ki, show password-ı çağır, problem deyil. Amma show password olmasa və sənin marağın user 1 password-a baxmağa da bu əvvəlki kimi aşağı password-lə yazıb əlin çatacaq bir məlumat deyil. Çünki belə bir yazını çağırmaq istəsən, sən error alacaqsan ki, user 1.hash password işarəsi ilə yazdığın kimdir ki, mən onu tanımıram və belə bir şey əslində klassın içində yaşanır. İşte şayət siz elan
içində etmisinsə, sonra bəli, harda istəsəz istifadə edə bilərsiniz. Ay nə gözəl, daha razılığa ehtiyac yoxdur. Bu mexanizm daha güclüdür, daha maraqlıdır, daha müasirdir və əla da qəbul olunur. Obyektin hashlə başlayan istənilən xassiyyət əli çatmayacaq. Bu çox maraqlı bir şeydir və yox, həqiqətən də görmək istəyirsənsə, gizli olan məlumatı bu halda məndə şifrənin özüdür. Onu da xahiş edirəm, çöldən çağıra biləcəyin əl çatılan bir metod yaz və onun nəticəsini istə. Belə eləsəm şifrəni artıq görürəm. Nə gözəl, nə maraqlı. Bax, bu tam başqa bir şeydir. Amma bir maraqlı sual ortalığa çıxır. Görürsən, metodlara da hash istifadə etmək olarmı? Gəlin sizlərlə bərabər araşdıraq, görək ki, həqiqətən də metodu da belə maraqlı formada əl çatmayan, bağlı, gizlin, private formada yaşadıb istifadə etmək olarmı? Mən yoxladım ki, xassəti çox gözəl işləyir, söz yox. Amma metodu üçün nə edəcəm? Metodunda mı adını müəyyən etməliyəm klassın içində? Yoxsa metoda heç ehtiyac yoxdur? Hash olan bir işarə metodun yanında dayana bilirmi? Onu yoxlamaq istəyirəm. Və getdik. Adi məsələdir ki, bir daha yada salmaq istəyirəm ki, əslində bizlər rahatlıqla metodu private etmək istəyiriksə, əvvəlki razılaşma biliyi ilə convention olaraq aşağı xətt qoydumsa metodun qarşısına, adının qarşısına, artıq bu bizim üçün private sayılır və onu heç vaxt çöldə çağırmamalıyıq. İşləyərmi? Gəlin yenə də aşağı xətt verim və run edim. Bəli, işləyər və cavabı görürəm. 11:22 gəldi. Amma çağırmamalıyıq. Razılaşma var ortada. Proqramçı qrupu, proqramçı heyəti bunu anlayır və heç vaxt çağırmaz. Amma gəlin öyrənək görək, bəs hash olan işarə, hərdən ona sharp deyirəm, bu musiqidən gəlir. Hash işarəsi necə olar? Gəlin sizin üçün sadəcə password info deyim və daha belə çox maraqlı formada ondan yararlanmağa cəhd edim. Məsələ ondadır ki, yuxarıdakini götürəcəm özüm bilə-bilə. Gəlin gətirim aşağı. Məncə pis olmaz. Qoy private mənim password info olanım getsin private olan mənim xassəmin dəyərini qaytarsın. Amma show password çağıranda, yəni deyək ki, çəkən maşının üzərində olan əlim çatan düyməyə vurum, show password-da məsələn, kofe maşını olsun. Nə fərq var? Kofe maşınında deyək ki, kofenin üyüt düyməsi var, üyüdür. Amma mən orada nə üyütmə sürətinə, nə də onun deyək ki, qram informasiyasına heç müdaxilə etmək istəmirəm. Bu daxildə özünün private prosesidir. Bu mənə adiyyəti yoxdur. Mən sadəcə kofeni üyüt düyməsinə vururum. Nə gözəl, amma içəridə o qədər elə məqamlar var ki, ona mən müdaxilə etməməliyəm və o private, daxildə ancaq işləyən dəyərlərdir. Və mən demək istəyirəm ki, show password-ı çağıranda gəl belə eləyək, qoy return və this nöqtə və password infonu birbaşa qoy dəyər olaraq mənə qaytarsın. Çağırsın, onun dəyəri nədirsə, onu mənə qaytarsın. İşləyərmi ya yox, mən bilmirəm, amma gəlin yoxlayaq. Ən azı artıq mənim fikir verin ki, metodumun qarşısında hash işarəsi dayanır. Error alaram, bilərəm olmaz. Error almasam, bundan sonra bu mənim üçün praktikadır. Və gəlin run eləyim. Evvela, yenə də nəticə gəlir. Möhtəşəm, bundan sonra yadda saxlayıram. Sən demə, bu mənim üçün elə tam mən istədiyimdir. Amma gəlin görək ki, mən hash password mənim varımdır da, düzdür, hash password info. Bax, bu ad, düzdürmü, məndə əslində var. Yenə kopyalayıb atıram və güman edirəm ki, çöldən çağırmaq istəsəm, obyekt adından bu işi run edəsəm, error alaram, işləməz. Amma gəl ki, daxildə olan, açıq, public olan bir metod vasitəsilə iş görsəm, evvələ, nəticə alıram. Səndə mən nə maraqlı dünyadır. Metodda eyni zamanda xassə də qarşısında hash varsa private sayılır.
deyir bu qədər də private-dən danışırıq. Eyni zamanda gəlin başqa bir şey də göstərim və əvvəlki bilikləri bir daha yada salaq. Çünki funksiya bilənə JavaScript-də bütün qapılar açıqdır. Anonim funksiya, funksional closure nədir biləndə biz buna eyni zamanda indi göstərəcəyimə bir də factory function deyirik və biz obyektlə bu ana qədər o qədər işləmişik ki, əslində OP dünyasında yazılmışıq, sadəcə xəbərimiz olmayıb, amma indi class dünyasına keçəcək. Ala deyirik, hə, obyekt boşuna adı obyekt deyilmiş. Həqiqətən də obyekt data tipi burada böyük bir mahiyyət daşıyır, amma istəyirəm göstərəcəyimi bir də private necə yaşayıbmış bu ana qədər etmişik, amma bilməmişik, onu göstərim sizə. Gəlin deyək ki, bir funksiya yazım, ən sadə hamı bildiyi, hamı yazdığı counter. Belə bir funksiya yazım və məsələ ondadır ki, əgər bir scope-un içində və ondan kənara çıxmayan, scope nədir? Bizim üçün o fiqur mötərizə varlığını yaşadan bir hissələrdir, tabi hissələri. Funksiyanın scope-u, bax orada indi bu fiqur mötərizənin içidir. Deyirəm ki, bu funksiyanın içində gəl bir dəyişən yaradım və içində və yalnız içində tanınıb tabi olsun. Gəlin deyim ki, let val bərabərdir 0 deyim, düzdürmü? Və gedim birbaşa, axı söhbət obyektdən gedir. Gəl obyekt qaytarım sonda. Heç new, heç nə yazmayacağım. Yəni aşağıda birbaşa counter'ından istifadə edəcəm, amma çox maraqlı bir şey göstərmək istəyirəm. Və əslində funksional olaraq yazaq. Qeyri-adi bir şey yazmayaq. Deyim ki, increment, düzdürmü? Hətta deyim, daha qısa yazım. Inc və gedim funksiyanı açım və deyim ki, gəl belə eləyək. Return, qoy mənə qaytarsın, hətta qaytarmasın, yox. O mənim üçün artırsın. Deyim ki, val plus bərabərdir 1, bir artıran olsun. Sonra decrement yazım. O da bir azaldan olsun o sözü gedən dəyəri, hansı ki içində let vasitəsilə dəyişən necə elan olunur artıq bilirəm. Və üstəlik də ki, müasir ECMAS dünyasında o mənə scope-dan kənar yaşama heç icazə də verməyəcək. Bax məhz bu sözü gedən private-lik buradan gələcək. Məhz belə bir yazı çox maraqlı bir formada özünü göstərəcəkdir və gəlin deyək ki, info yazıram və val haqqında informasiya əldə etmək istəyirəm. Məhz burada deyərəm return val. Məncə pis alınmadı. Yəni mən belə yazıram, amma save edən kimi sadəcə mənim üçün biraz formanı dəyişir, amma artıq bilirəm də obyektdə niyə mən belə yazmışam. Tamam mı? Və getdik yoxlamağa. Tamam mı? Gedək deyək ki, məsələn const c deyim, düzdürmü? Counter bərabərdir counter və çağırım, düzdürmü? O mənə obyekt qaytarır. Demək c mənim dəyişənim getdi oldu obyekt. Və rahat deyə bilərəm ki, console logda c nöqtə və artırım da bir neçədir. Hətta yox, üzr istəyirəm. Console logda yox, sadəcə burada artıq increment eləyə bilərəm özə dəfələrlə bu işi görə bilərəm. Yəni 1, 2, 3 dəfə incrementi çağırdım, düzdürmü? Niyə də yox? Və sonra deyim ki, c.info məncə çox maraqlı olar bu. İçində sən demə elə bir val adında dəyişən var ki, hər dəfə increment çağıranda onu artırır. Və desəm ki, neçədir val? Olub 3. Amma gəl ki, əlin həmin dəyərə bu mexanizmin içində çata bilməz. Yəni, gedib ayrıca bu obyektin içində valın heç bir əl çatan məqamı yoxdur. Yəni, gedib aşağıda deyə bilmərəm mi? Console log belədir ki, info göstərə bildirsə, yəqin ki, c.val desəm, əlim çatar da o vala və run edəsəm undefined. Bu private məsələsidir. Mən funksiyonalın içində məhz ancaq və ancaq counter'ın içində əl çata biləcək bir həmin scope-un içində, bu funksional scope-un içində mən bir dəyişən yaradıram. Obyekt
gedir o dəyişənlə, çünki əli çatacaq hər dəfə ona. O dəyişənlə işləyə bilir, artıra bilir, azalda bilir, düzdürmü? Amma fikir verin ki, obyektin özü, sözü gedən qaytardığım obyektin özü mənə çox maraqlıdır. Ona əl çatsa da, amma mənə onun özünü vermir. Çünki funksiya içində təyin olunub, funksiyada nə maraqlı. Hətta deyim ki, reset belə bir şey istəyirəm əslində və ona da bir deməli sözü gedən bir imkan verim. Deyim ki, val bərabərdir 0. Nə də yox, belə bir şey vermək istəyirəm. Və fikir verin ki, mən əslində, gəlin artıq mən başa düşdüm ki, bu private bir məsələsi özünü burada factory function kimi göstərir. Yenə deyəm, run etsəm, görürəm ki, 3 dəfə artırdım, düzdürmü? Amma gəlin deyək ki, ilk birincidə artırdım, amma sonra sıfırladım və təzdən artırdım. Run edirəm, eyvallah, nə maraqlı. Amma vala əlim heç vaxt çatmayacaq burada. Yəni çatmır da, bura nə hash qoymağa ehtiyacım var, nə aşağı xəttə ehtiyacım var. Bu funksiyanın içində elan olunub və obyektə istifadə üçün ötürülüb. Amma heç vaxt ona əlimiz çatmayacaq. Buna funksiyanın əli çatır və çox maraqlıdır, həddən ziyadə. Hətta mən artıq yanbayan da yazmağa cəhd edim, əlavə olaraq yazdım, amma yenə də mənə icazə vermir. Tamam, run edim 4'tür, düzdürmü? Əslində bu olmasaydı daha çox olardı, 5. Amma qaytarım, sıfırlayıram sanki. Tamam, üstəlik də ki, gəlin özüm bilə-bilə decrement dedim və azaldım. Hətta görün, bəlkə də mənfiyə doğru gedə bilim. Bir dəfə artırdım, sıfırladım, bir dəfə də artırdım, sonra dəfələrlə azaltdım və mənfiyə gəlib çıxa bilirəm. Ay, nə maraqlı. Əslində bir çox işlər görə bilirik və məsələ ondadır ki, belə bir private varlığı da JavaScript dünyasında var. Və biz bəlkə də bu ana qədər yazmışıq, heç onu o qədər də hiss eləməmişik və bunu da private olaraq sizə göstərəm ki, bilərsiniz, biz funksional olaraq da çox iş görə bilirik, klass olaraq da. Amma hər şey nə olur olsun, sonunda obyekt vasitəsilə müəyyən olunur. Gəlin sonunda sizlərdən bu private dünyasını gözəl anlamaq üçün bir klass yazaq praktiki olaraq və həqiqətən də çox, həddən ziyada çox maraqlı məqamlara toxunmaq istəyəcəm ki, hiss eləyəsiniz nəyə görə hansısa xasə private olmalıdır, hansısa metod private olmalıdır, hansı açıq olmalıdır. Yəni bunları hiss etmək lazımdır. Çünki JavaScript dünyasında ancaq private və public var. Məsələn, başqa dillərdə PHP-dir, Java-dır, C-dir və s. və ilaxır. Onlarda ciddi olaraq əlavə bir protected də var. JavaScript protected heç istifadə etmir. Ona public, hər tərəfə, hər yerə obyektin belə əli çatacaq bir varlıq, hər yerdə əl çatan bir varlıq və yaxud da ki, private obyektin əli çatmayacaq, ancaq daxili mexanizmin içində tanınacaq, işləyəcək. Bu kimi iki amilin var olması JavaScript üçün tamamilə bəs edir. Üçüncü, protected-də heç ona ehtiyac da yoxdur. Hər dil bir xüsusiyyəti ilə çox maraqlıdır və getdi. Gəldim ki, nə yazaq ilahi? Ən maraqlı captcha olur, human verification. Və getdik. Deyəcəm ki, gəl belə eləyək. Deməli, mən bir dəyərim olacaq ki, o hətta gəlin undefined olsun, o private olacaq. Heç bir obyekt ona əli çatmasın. Yəni, o fərqli, random olan, deməli, random olan hər hansı bir qarışımı mən bu dəyərə verəcəm, mən bu dəyəri çöldən çağırmayacağım. Deyəcəm ki, show məsələn, necə demişdim, show password. Burada da bir show captcha deyəcəm. O qoy göstərsin mənim private value-da həll elədiyimi. Bu çox vacibdir həddən ziyadə. Və getdik. Amma konstruktora yazmaq istəyəcəm və deyim ki, belədir ki, qoy susqunun halında qarışıq hərfləri insanı kompüterdən fərqləndirən captcha deyə bir şeylər var. Və elə bir insanı vadar etsən ki, ekranda gördüyünüz bu kodu yazın, təsdiqləyin ki, insansınız və deyim ki, o kodun uzunluğu 7 olsun. Susqunun halında istəsəm müdaxilə edə bilərəm, azaldaram, çoxaldaram. Ona görə də this.len deyəcəm, bərabərdir len. Bu qədər. Yəni, bunu heç mən private-də etmirəm bir mənalı olaraq və getdik.
İndi nə etmək istəyəcəm? İstəyəcəm bu işi generasiya edən bir funksiyam olsun, amma o funksional da ələ çatmasın. Heç bir obyekt o funksiya ələ çatmasın. Ona görə tez generate captcha adında qoy bir mənim metodum olsun, niyə də yox və getdik. Əslində burada çox maraqlı bir mexanizm, çox maraqlı bir kod gözləyəcək məni. Gəldim ki, let result hal-hazırda boş bir mənim deməli bir string dəyərim olsun. Bir də ki, gəldim ki, set əslində const deyə bilərəm bir məna olaraq. Const symbols, niyə də yox, simvollar olsun. Hətta gəlin indidən onu bura atım sizin üçün. Əslində A, B, C, D, E, F, G, H, amma birdir, E hərfidir, L hərfidir, qarışıqlıqlar olmasın deyə. Baxın, belə bir şey əslində ata bilirik bir mənalı olaraq. Sizə birbaşa da bir də onu yazmamaq üçün göstərdim. Və getdik. Nə edirəm? Deyirəm ki, gəl belə eləyək. Onsuz da sonda return result deyəcəm, onu indidən bura atım və nə edəcəm? Və fikirləşəcəm ki, ay Allah, mən dediyim uzunluq qədər, yəni for gəlin deyim ki, let I sıfırdan I kiçikdir this len, düzdürmü? Və sonda deyirəm ki, I plus plus. Belə bir şey deyəcəm və burada nə etmək istəyəcəm? Çox maraqlı bir şeydir ki, təsadüfi buradan bir dəyər götürüm. Məsələn, const char, düzdürmü? Belə bir şey deyim də, bərabərdir. Məncə belə bir şey deyə bilərəm. Deyirəm ki, symbols kvadrat mötərizə və bunu elə eləməliyəm ki, təsadüfən oradan götürsün. Gəlin bir düşünüm. Və sonra deyim ki, result plus bərabərdir. Oradan təsadüfən götürdüyüm char. Bunu həll elədim də, amma bax burada nə yazım? Gəlin sadəcə yeni sətri götürüm bir anlıq özümə və deyim ki, math floor və nə deyəcəm ilahi? Deməli, istənilən aydın məsələdir ki, random ehtiyacım var, onun sözü yox. Random gedib uzunluğuna məncə təsir etməli. Ona görə neçə o qədər vacib deyil, amma deyə bilərəm ki, qoy symbols length olsun. Düzdürmü? Məncə bunu yuvarlaşdırırıq. Təsadüfi bir rəqəm gəlir. Vururuq uzunluğuna və çox böyük ehtimalla həll olunur. Amma gəlin yoxlayaq. Gəlin birinci private-dən çıxaraq da və gedim deyim ki, const check bərabərdir ya da code bərabərdir new capture, düzdürmü? Onsuz da sızmanalında 7 olmalıdır, amma yenə də yoxlayacaq. Console log code generate capture. Belə bir şey deyim, amma düz işləyib işləmədiyini. Gözəl, əla, möhtəşəm. Bir dəqiqə bura 3 yazaq. Run eləyək. Rəqəm var, hərflər var, əla, möhtəşəm. Qeyri-adi bir şey deyil, oradan bir təsadüfi bir şey götürmək lazım, amma fikirləşdirdim ki, işləməz. Amma buranı artıq private eləyirəm. Və indi bu saat run eləsəm, artıq deyəcək ki, tanımıram, hətta gedib qarşısına hash qoysam, ya da sharperdən deyirəm, qoysam yenə də işləməyəcək, əla, işim davam edir. Tamam, bunu hələ ki istifadə etmirəm, hər şey öz yerində. Deyirəm ki, nə gözəl, nə maraqlı, amma məsələ nədir? Məsələ çox maraqlıdır ki, mən belə bir şey yazandan sonra
mən nə edə bilərəm? Mən istənilən yerdə mən əslində capture-da yaza bilərəm. Mən burada deyə bilərəm ki, this nöqtə, əgər bunu çox yerdə istifadə edəcəmsə və hər dəfə generate capture uzun yazmamaq üçün this val bərabərdir və this bir mənalı olaraq mənə bu çox maraqlı olar ki, onun nəticəsini buna verim. Və salam. İki private deyək ki, varlığa mənim əlim çatdı və bundan sonra generate capture nə generasiya etsə, hash olaraq mən bu işi həll eləmişəm. Hash val və hash generate capture nə artıq generasiya etsə valdadır. Mən isə o valı istənilən yerdə istifadə edə bilərəm. Məsələn, deyə bilərəm ki, çağıra bilərəm əslində. Bəli, deyə bilərəm ki, gəl belə eləyək. Nə deyim ilahi? Show capture, niyə də yox? Show capture. Niyə də yox? Və gedib deyərəm ki, əslində getir sətir daha maraqlıdır, amma onların da öz vaxtı var, onu da keçəcəyik. Deyərəm ki, show capture metodunda artıq gedib deyərəm ki, return this, yox, tələsdim, this val. Düzdürmü? Məncə pis deyil. Və indi bu saat mən heç nə edə bilmirəm, çünki hələ ki konsol log yazmamışam, heç nə görə bilmirəm, amma gedib deyə bilərəm ki, mənim bir dənə açıq metod burada varsa, o da fikir verin ki, show capture-dır. Düzdürmü? Yəni console log code.show capture, düzdürmü? Və onu da aydın məsələn ki, icra edim, run eləsəm, voilà, nə gözəl. Amma düzdür, elə o funksiya kimi, metod kimi çağırmamaq üçün var növbəti deyəcəyim inşallah sizə mövzu. Amma yenə də çağırıram da, nə gözəl. Belki ki, gəlin 3-ü yığışdırın buradan və ən nə qədər uzun olsa bu qədər rahatdır. 5-7 arası olması normaldır. Və run edirəm, voilà. Bu arada yoxlamaq lazımdır, həqiqətən. Düzdür, 3-də görmüşdüm, 1, 2, 3, 4, 5, 6, tamam. Bayaq run edim ki, bu ana qədər saymadım. Gözəl. Bu artıq mənim üçün hazır. Əlimlə bir daha yazmamaq üçün bir şərait idi ki, özüm üçün əvvəlcədən təşkil edim. Amma hara qədər? Dediyim uzunluğu qədər. Harada onu dedim? Konstruktorda dedim. Möhtəşəm. Qeyri-adi bir kod yazmadım. Amma neyi nədim? Yaxşı olar ki, dəyəri bundan sonra, generasiya olunmuş dəyəri bundan sonra harada istifadə etsəm, val adıyla istifadə edim. Amma bunun mənə dəyəri kim verir? Generate capture. Bu ikisini harada mən birləşdirirəm? Yeni konstruktorun içində. Möhtəşəm. Konstruktorun içərisində bundan başqa şeylərlə də dolu ola bilər. Nə gözəl, nə maraqlı həqiqətən də. Və bundan sonra bu olan artıq imkanı öz web tərəfinizdə tətbiq edə bilərsiniz. Çox maraqlı olur, amma mən bəyəndim. Mən sizi bilmirəm, mən bəyəndim ki, belə bir şey generasiya edə bilirəm. Nə ilə? Klassla, OP dünyasından, necə metodlar yazaraqdan. Hansı? Biri public, biri də private. Möhtəşəmdir də. Belə bir şeylər yazmaqla proqramlaşdırma olur, daha da maraqlı. Mən əlimdən gələni etdim ki, ən sadə klass üzərindən bugün aktual olan ən böyük mövzunu enkapsulyasiyanı göstərib. Bizlər bilirik haçan, hansı səbəbdən, istər property, istər metod private olsun. Onsuz da JavaScript dünyasında hər şey çox asan və sadədir. Ya public, ya da private. Heç protected-ə ehtiyac da yoxdur. Sadədir və gözəl bir proqramlaşdırma dilidir. Amma bundan daha da maraqlı yaza bilərdik. Sadəcə bilik üstünə bilik gəlməklə yazacaq. Bundan sonra daha da maraqlı kodlar bizi gözləyir. Əsas odur ki, enkapsulyasiya mövzusunun JavaScript-də necə olur gördünüz. Gələcəyinə maraqlı mövzular bu klassları daha da maraqlı edəcək. O səbəbdən də nə edirik? Mütləq şəkildə Kodias kanalına abunə oluruq. Həm sayımız artır, həm bu mövzulara yeni qoşulanlar sahib olur, həm də üstəlikdə ki, məhz like paylaşımlar YouTube-a kömək edəcək ki, təzə proqramlaşdırmanı Azərbaycan dilində öyrənmək istəyənə qarşısına çıxarda bilsin. Bizlər kömək edirik ki, digər yeni gələnlər yenə də proqramlaşdırmanı gözəl öyrənməsi üçün Kodias kanalına müraciət etsinlər. Ona görə də hər kəs proqramlaşdırmanı bu Azərbaycanda
ən asan yolla əldə edə bilər. Ta ki oxusun. Qocaz kanalında videolar var və var olmaqda da davam edir. Sağ olun, sağ salamat.